Uğurlu podkast rəhbəri Wallace maraqlı müsahibə tapmaq ümidi ilə Kanadanın ucqar bölgəsinə yollanır. O burada Howard Duane adlı tənha bir qocanın elanını görür və onun malikanəsinə gedir. Qoca ona dənizdə xilas etdiyi bir morjla bağlı hekayələr danışır. Lakin içdiyi çayın təsirindən Wallace huşunu itirir. Ayılanda isə bir ayağının kəsildiyini və əlil arabasına zəncirləndiyini görür. Howard Duane insanı cərrahi yollarla morja çevirmək istəyən bir manyakdır. O Wallace'in dilini kəsir, sümüklərini yenidən formalaşdırır və onu insan dərisindən tikilmiş eybəcər bir morj kostyumunun içinə həbs edir. Wallace artıq danışa bilmir. O yalnız heyvani səslər çıxarmağa və Duane'ın əmrlərinə tabe olmağa məcbur edilir. Manyak onu hovuzda yaşamağa və balıqla qidalanmağa sövq edir. Dostları və sevgilisi axtarışlar nəticəsində malikanəyə gəlib çıxırlar. Lakin onlar tapdıqları canlının içində artıq Wallace'dən əsər əlamət qalmadığını görürlər. Filmin sonunda Wallace bir heyvan sığınacağına yerləşdirilir. O öz insan keçmişini tamamilə unudaraq hovuzun küncündə çiğ balıq yeyən və yalnız heyvani instinktlərlə yaşayan bir məxluq kimi qalır.